Bu suala oxşar bir sual da var. Hacı elə eyni demək olar mövzudur. Yenə də bayaq yazan qardaş yazır Əli Mehdizadə. Mədəd istəmək şirkdir. Məsələn, ya Hüseyn mədəd. Qardaş, indi məsələn biri gəlib peyğəmbərə deyir, kömək elə mənə. Bu şirk elədim. Biri İsa'nın vaxtında gəldi, gördü ki, ölünü dirildir. Göz açır, körür. Deyir ki, mən övladımın gözləri kördür, onu açır. Bu şirkdir indi. Bu Allah izin veribdi ona. Allah da izin verəndən sonra niyə şirk olsun ki? Mən də sizin adınızdan deyim, hə? Hüseyin, sənə and veririk Anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir də bax, o yataqda yatan xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Hüseyin, nəzər elə bizə. İnana bilmirəm ki, anası Zəhraya and verəsən bizi qoyacaq. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin.